İllərlə çalışıb mənzil alırsan, sonra məlum olur ki, əslində o mənzil heç də sənin deyilmiş. Daha doğrusu, sənlə bərabər bir neçə nəfərə daha satılıb. Nə qədər təəccüblü səslənsə də, bəli, belə hallara bugün də rast gəlinir. Bəzi MTK-lar vətəndaşların məlumatsızlığından istifadə eləyərək asan yolla pul qazanmağa çalışırlar. Bu halın qurbanı olanlardan biri də müsahibim Əzzağa Qulzadədir. 2 otaqlı 90 kvadrat metrlik 14-cü mərtəbədə mənzil əldə etmişik 1-ci blokdan. Müqavilə əsasında rəsmi sənədlə yəni tam ödəniş olunub, müqavilə verilib. Lakin ona baxmayaraq 2 il bundan qabaq əldə elədik və 3 ay bundan qabaqsa yoxlanışa gəldikdə gördük ki, evimiz artıq ikinci şəxsə verilib. Həmin şəxs bu dəqiqə yaşayır orada. Nə qədər ödəniş eləmişdir? 85 min manat. Xanım deyir ki, mənim məhkəmə qərarım var. İkinci şəxs ki, kimdirsə orada yaşayandır, məhkəmə qərarım var. Halbuki o qərarı bizə bu dəqiqə göstərmir, heç bir sənədini bizə təqdim eləmir. Deyir, gedin məhkəməyə müraciət edin. Yəni sizə heç nə təqdim etmirəm. Bundan sonra vətəndaş məhkəməyə müraciət edib və hazırda işə baxılır. İşi icra edən şəxslərdən məlumat almaq istədikdə isə bizi görüb yollarını dəyişdilər. Mütəxəssislər deyir ki, daşınmaz əmlak bazarında bu cür halların artmasının əsas səbəblərindən biri vətəndaşların sənədlərə kifayət qədər diqqət etməməsidir. Xüsusilə ilkin bazarda mənzil alarkən yalnız satıcının sözünə inanmaq ciddi risklər yaradır. Hüquqi sənədlər tam yoxlanılmadıqda sonradan eyni mənzilin bir neçə şəxsə satıldığı üzə çıxır. Təəssüflər olsun ki, hal-hazırda ölkəmizdə minlərlə yeni çoxmənzilli yaşayış binalarının inşa olunub təhvil verilməsinə baxmayaraq, bugünə qədər belə tikinti şirkətlərinin inşa etdikləri binalardakı mənzillərin heç bir rəsmi qurumlar tərəfindən reyestri aparılmır və bu baxımdan tikinti şirkətləri öz möhür, müqavilə və maliyyə arayışı ilə istədikləri zaman bir mənzili bir neçə nəfərə sata bilərdilər. Vətəndaşlar mütləq şəkildə şirkətdən aidiyyatı dövlət qurumları tikinti icazələrlə bağlı sənədləri tələb etməli, mütləq şəkildə həmin binanın özü ilə bağlı müəyyən araşdırmalar aparmalı, internet resurslarında binanın, şirkətin adını yazmaqla həmin şirkətlə bağlı hər hansısa bir şikayət, nöqsanlar olubsa, artıq internet resursları üzərindən vətəndaş onu görə bilər. Daşınmaz əmlakla bağlı mübahisələrdə məhkəmələr əsasən rəsmi sənədlərə, müqavilələrin tarix üzrə ardıcıllığına və ödənişlərin qanuniliyinə diqqət yetirirlər. Bu isə o deməkdir ki, alıcılar ilkin mərhələdə notarial təsdiqlənmiş müqavilə, bank köçürmələri və dövlət reyestrindən çıxarış kimi sənədləri mütləq şəkildə tələb etməlidirlər. Əvvəlki dövrlərdə məhkəmə təcrübəsi onu göstərirdi ki, kimin müqaviləsi daha tarix baxımından əvvəldirsə, ona daha üstünlük verilirdi ki, yəni müqaviləsi daha etibarlı sayılırdı. Amma son illərin təcrübəsi, məhkəmə təcrübəsi onu göstərir ki, daha çox faktiki istifadə edən şəxs həmin evə təmirinə müəyyən bir xərc çəkmiş və faktiki yaşayan şəxslərə daha üstünlük verilir. Amma hər bir halda bu, əgər hüquq mühafizə orqanlarından sonra məhkəmə müstəvisinə qalxan məsələdirsə, onda vətəndaş məhkəməyə də müraciət edə bilər. Həmin tikinti kooperativinə və yaxud da ki, digər müəssisəyə ödədiyi pulu məhkəmə vasitəsilə geri tələb edə bilər. Hüquqşünaslar deyirlər ki, əgər vətəndaş aldadıldığını düşünürsə, ilk növbədə müvafiq qurumlara müraciət olunmalıdır. Bütün sübutlar toplanılaraq hüquqi müstəvidə məsələ həll edilməlidir. Əks halda, məsələ uzandıqda həm maddi, həm də mənəvi zərərin artması qaçılmaz olur. Millət vəkili Naqif Həmzəyev isə deyir ki, belə neqativ hallar əvvəlki illərə nisbətən azalıb. Hər hansı bir MTK yüksək mərtəbəli bina tikdiyi zaman bu binanın sənədlərini rəsmiləşdirmək məcburiyyətindədir və artıq mənzil alacaq şəxslərlə həmin sahibkar arasında, MTK sahibi arasında da artıq o müqavilə mütləq bağlanmalıdır. Əvvəlki dövrdən fərqli olaraq indi müqavilə notarial qaydada təsdiqlənir. Hətta artıq o imzalar elektron imza vasitəsilə atılır. Yəni qayda qanunla proseslər həyata keçiriləndə heç bir risk yoxdur. Ancaq bəzən həm alıcı, həm də satan şəxslər başqa yollar sınaqdan keçirdirlər və çox vaxt köhnə qaydalarla, qarşılıqlı etibarnamələrlə bu alış-veriş həyata keçirilir və nəticə etibarilə bir mənzil bir neçə şəxsə satılır və sonradan məhkəmələrdə həmin insanlar bu mübahisəni sonlandırmaq istəyirlər. Mütəxəssislərin fikrincə, xarici ölkələrdə olduğu kimi Azərbaycanda da yeni tikili binalardakı, xüsusən də tikilməkdə olan çıxarışsız müqaviləli mənzillərin vahid reyestri aparılmalıdır. Mövzu ilə bağlı sual ünvanladığımız əmlak məsələləri dövlət xidmətindən məlumat verildi ki, daşınmaz əmlakın elektron reyestri və kadastr informasiya sistemi layihəsi hazırlanaraq aidiyyatı dövlət orqanlarına təqdim olunub, razılaşdırma mərhələsindədir.